Hitori bölməmizi davam elətdiririk. Mən burada 7-ci sualda 8-in 8-ə damamız var, xanalarımız var, belə deyək. Burada biz Hitorini tapaq. Daha doğrusu həll eləyək də. Öncəki videomuzda izah vermişdim ki, Hitoridə məqsədimiz, birinci işimiz nədən ibarətdir? Birinci işimiz odur ki, sətir və sütun üzrə iki eyni ədəd arasında qalan rəqəmləri nə etməliyəm? Qorunmaya almalıyam. Deməli, baxıram, birinci sətirdən başlayıram və diqqətli olmaq lazımdır ki, gözümüzdən yayınmasın. 2-7 arasında 4 var, onu qorunmaya alıram. Gəlirəm, ikinci sətrimizə baxıram. İkinci sətirdə 2-1 arasında 3 var. Üçüncü sətrimizə baxıram. Üçüncü sətirdə deməli, belə bir şey yoxdur. Dördüncü sətirdə baxıram, gözümə dəymədi. Beşinci sətirdə, bəzən adam gözündən qaçır, yəni ola bilər insanlıq halıdır. Yoxdur, var idi, birini tapdıq. Və eyni zamanda baxın, 2-7 arasında 4 var, 2-4 arasında da 7 var. Məsəl üçün, bu da önəmlidir. Yəni buna da baxaq. Sonra gəldik bu sətrimizə. Burada 2-5 arasında 3-cü 5-imiz də var. Sonra elə bir yoxdur. Elə bir vəziyyət burada var. 2-miz var. Yoxdur. Sonra gəldik buradan və görmədim. Deməli, yoxdur. İndi sütun üzrə axtarırıq. Sütun üzrə axtaranda yuxarıdan aşağı 2-5 arasında 2 var. Sonra yuxarıdan yenə aşağı baxırıq. Yoxdur belə hal. Üçüncü sütuna baxırıq. Üçüncü sütuna baxırıq. Deməli, yoxdur. Dördüncü sütun üzrə yenə görmürəm. Beşinci sütun üzrə yenə görmədim. Altıncı sütun üzrə görünmür. Yedinci sütun üzrə görmədim. 8-ci sütun üzrə 1 var burada, 7. Aha. Yəni, bəri başdan müdafiə aldığımız ədədlərimiz bunlardır. Yəni ki, görürük ki, budur. İndi keçirik həllimizə. Keçirik, davam edirik. Müdafiə aldıq və rəngimizi dəyişək. Qaralayacağımız ədədləri də fərqli rəngdən qaralayaq. Məsəl üçün, gəldik 6, birinci ədədimizə başlanğıcda. Baxıram ki, sətir üzrə də mənə mane olmur. Sütun üzrə də mənə mane olmur. Əgər mənə mane olmursa, mən bunu qorumaya alıram. Yəni, məcbur deyil ki, mən onu qaraldam. Yəni, bizim işimiz bundan ibarət deyil ki, Hitoridə qarşımıza çıxan ədədləri qaraldaq. Qaraltmağa məcbur deyilik. Sonra gəldik, deməli, ikinci sütunumuza baxırıq. Yuxarıdan aşağı baxanda görürük ki, 1. 1 sətir üzrə 1 dənədir. Sütun üzrə baxıram ki, sütun üzrə çoxdur. Çox olduğuna görə, üzr istəyirəm, sətir üzrə çoxdur 1. Bu 1-dən, burada sütunda görsənən 1-dən. Burada sətir üzrə, bu sətirdə ayrı 1 yoxdur. Amma bu sütunda yuxarıdan aşağı 2 dənədir. Deməli, 2 dənədirsə, 1-i mütləq gedəcəkdir. 1-i gedəcəkdir. İndi belə bir şərti var Hitorinin. Hitori deyir ki, hansı xananı qaraladınsa, onun ətrafındakıları müdafiəyə al. Yəni, artıq onun ətrafında başqa ədəd qaralana bilməz. Ətraf deyəndə sətir və sütun nəzərdə tutulur. Diaqonal vəziyyət nəzərdə tutulmur. Diaqonal vəziyyət, yəni, bunu deyirəm. Bu vəziyyət nəzərdə tutulmur. O, onun qonşusu sayılmır. Küncdən qonşu olmur. Birbaşa divar qonşusu olmalıdır da, belə deyək. Aha, bunlar qorunmaya alındı. Bu belə. Sonra keçirik 2-yə baxırıq. 2-yə baxanda görürük ki, 2 sətir üzrə də 1 dənədir. Sütun üzrə də 1 dənədir. Yəni, bunu silmirik. Keçdik 7-yə baxırıq. 7-yə baxırıq ki, 7 sətir üzrə də 2 dənədir. Sütun üzrə də 2 dənədir. Və bunu silə bilərəm. Bunu silirəmsə, mütləq ətrafdakını nə edirəm? Qoruyuram. Yəni, silə bilərəm, mənə bir maneçiliyi yoxdur onu silməyin. Keçdim, 4 zaten qorunmadadır. Bu digər 7-yə baxıram, artıq mən bunu silməyə ehtiyacım yoxdur. Və sütun üzrə də baxıram ki,
Təkrarı yoxdur. Sonra gəldik 5-ə. 5-ə baxıram. Sətr üzrə əvvəldən nəyisə 5 ilə bağlı bir şey silməmişəm. Sütun üzrə də başqa 5-im var. Buradadır. Başqa 5-im var. İndi məsələ nədən ibarətdir? Buradakı bu 5 qorunmadadır. Bax, bunu deyirəm. Bu qorunmadadır. Bu qorunmadadırsa, bunun ətrafındakıları silə bilərəm. Silə bilərəm. Və belə bir şey var ki, burada bir dənəsi qalmalıdır. Buradan bir dənəsi qalmalıdır. Bir dənəsi qalmalıdırsa, nə edə bilərəm? Mən bunu gələndə görəcək, yuxarıdan aşağı baxıram ki, burada baxıram ki, 5 çoxdur. Və belə bir xassəsi var. Bu hissədən gedir söhbət. Bu hissəyə zəhmət olmasa nəzər yetirin. Hitoridə belə bir xassisə var ki, əgər sətr və ya sütun üzrə bir ədəddən 3 dənədirsə, ikisi qoşadırsa, tənhalıqda olanı deyir qarala. Tənhalıqda olanı qarala. Qaraladıq. Tənhalıqda olanı qaраladıq. Və məsələ burasındadır ki, bu sətr üzrə mənim bir dənə qorunan 5-im var. Bir dənə qorunan 5-im varsa, digər 5-ləri mütləq şəkildə rahatçılıqla silə bilərəm. Bax, aha. Hər iki şərti demiş oldum. Və yuxarıda bu 5-lərdən biri mütləq qaralanacaqdır. İndi sadəcə olaraq sırası var da, görək hansı necə. Bax, belə. Gəldik, çox ehtimal ki, bu qaralanacaq. Çünki bunun yanında da 5 var. Çox ehtimal ki, bu qaralanacaq. Çünki yanında da 5 var sətr üzrə. Ona görə bunu qorumaya aldım. Deməli, bu 5-i qaralamışam deyə bunun yanındakını artıq mən qorumaya aldım. Keçdik hardaydıq və burada davam edirik və bu belə bir hitori belə bir mövzudur ki, gözünə harda dəydisə, davamını elə bil orada axtarırsan. Harda qaldığın bəzən yaddan çıxır. 5 deməli, aşağıdakı 5-i qaraladığımıza görə bunu qorumaya alırıq. Keçdik 3-ə. 3-ə baxıram ki, əvvəldən sətr üzrə də bir hadisə baş verməyib. Sütun üzrə də elə bir dənədir. Ona görə də silməyə ehtiyac yoxdur. Yəni, məcbur deyilik. Keçdik ikinci sətrimizə baxırıq. Baxırıq, burada 8-i qorumaya almışıq, 1-i silmişik, filan feşməkən. Deməli, bu 1-i silmişik. Hansısa biri saxlamalıyam. Hansısa biri saxlamalıyam. Burada çünki bu da var. Bu 1 də var. Bu 1 də var. İndi mən bunun hansını saxlayayım, hansını silim? Mən belə baxanda görürəm ki, bu 1 mənə mane olmur. Mane olmur. Amma ki, mən bu 1-i saxlasam, onda mən buradakı 1-i silməliyəm. Bu 1-i də silə bilmərəm, çünki yanında artıq hansısa bir ədədi silmişəm. Bu 1 qorunmadadır. Ona görə də bu sətr üzrə artıq 1-ə ehtiyacım yoxdur. Artıq 1-ə ehtiyacım olmadığına görə mən bu 1-i də silirəm, bu 1-i də silirəm. Çünki demişik axı, sətr üzrə və sütun üzrə ədəddən bir dənə olmalıdır. Bir dənə olmalıdır. Heç qalmaya da bilər. Gördüyünüz kimi, məsələn, bu 1-i sildiyimə görə, bax, buradakı bu 1-i sildiyimə görə, yuxarıdan aşağı baxanda görürəm ki, sətr üzrə əlavə 1 qalmadı. Qalmadı, eybi yoxdur. Amma mən bu 1-i silməsəm, bu sətr üzrə birlərimin sayı çox qalar ki, bu da mənim şərtimi ödəməz. Bu hissəsi də var. Sonra birlər getdi. Sonra yəqin ki, bu sətr üzrə baxırdıq. Birlərimiz getdi. Burada nə qaldı? Baxıram. Deməli, mən bu 1-i sildiyimə görə mütləq şəkildə nə etməliyəm? Şərtimiz budur ki, yanındakıları qorunmaya almalıyam. Bu da qorunur, bu da qorunur. Artıq dəyə bilmərəm bunlara. Dəyə bilmərəm. Keçirəm aşağıya. Digər sətrimizə keçirəm. 5, 7 artıq qorunmadadır. Gəldik 4-ə. 4-ə baxıram ki, nə sətr üzrə mənə maneçiliyi yoxdur, nə sütun üzrə maneçiliyi yoxdur. Qorunmaya alıram. Gəlirəm 1-ə baxıram. Sətr üzrə maneçiliyimiz var. Çünki bu 1 qorunmadadır. Bax, bu 1 qorunmadadır deyə bu 1 gedəcəkdir. Getdiyinə görə yanındakı 3 qorunmaya alınacaqdır. 6 qorunmadadır. Getdik 2-yə. 2-yə baxıram ki, mənə sətr üzrə də maneçiliyi yoxdur, sütun üzrə də maneçiliyi yoxdur. Sonra keçdik 7-yə. 7-yə baxıram.
7 artıq mən burada silməliyəm. Niyə? Çünki əvvəlki 7 qorunmadadır. 7-ni sildiyimə görə onun altındakı 2-ni nə edirəm? Qorunmaya alıram. Bu da belə getdi. Qorunmaya alıram. Sonra nə edirəm? Gəlirəm, deməli, buradakı sətrimizə baxıram. 5 gedib, 5 qalıb. 8-ə baxıram. 8 baxıram ki, sütun üzrə bir dənədir, sətr üzrə də bir dənədir. Yəni, mənə bir maneçliyi yoxdur və saxlayıram. Keçdik 7-yə baxıram. 7-ni baxıram ki, deməli, sətr üzrə bir dənədir. Sütun üzrə. Aha, 2 dənədir. Gəlirəm, deyirəm ki, mən bunu silmək istəyirəm. Bunu silmək istəyəndə gözüm hara sataşır? Buradakı bu qorunan 7-yə sataşdı. Qorunan 7-yə sataşdısa, deməli, mən bu 7-ni yox, məhz bu 7-ni silməliyəm. Çünki mən bunu silsəm, bunu da silsəm, yan-yana düşəcəkdir. Ona görə alınmaz. Bu 7-ni saxlayıb, aşağıdakı 7-ni aradan çıxartdım. Aşağıdakı 7-ni aradan çıxartdığıma görə mütləq şəkildə onun ətrafdakıları nə edəcəm? Qorunmaya alacam. Sonra gəldik 1-ə baxıram. Aha, 1-ə baxıram ki, mən bu 1-i silmək məcburiyyətindəyəm. Niyə? Aşağıdakı 1-i silə bilmirəm, yanındakı 5 silinibdir, yan-yana ola bilməz. Ona görə mən bunu qorunmaya alıram. Çünki demişəm də, silinənlərin ətrafındakı mütləq qorunmaya almalıdır. Bəzən yadımdan çıxır, eləmirəm. Deməli, buradan bu da, bax bu da qorunmaya alınmalıdır. Deməli, neçədə idik? 7-ni apardıq, 4-ə apardıq. Deməli, bu 4-ümüz qorunmada olduğuna görə biz bu 4-ü avtomatik nə edirik? Silirik. Bu 4-ü silirik. Sonra gəldik buradakı 4-ə. Burada yuxarıdakı 4-ümüz qalıbdır. Deməli, baxıram ki, sətr üzrə mənə maneçiliyi yoxdur. Sütun üzrə də maneçiliyimiz yoxdur. Və zaten onsuz da yanındakı da silindiyinə görə qorunmaya alındı. Deməli, keçdik aşağıdakı sətrimizə. Bura baxıram 2 artıq qorunmadadır. 8-ə baxıram. 8 sütun üzrə narahatçılığım yoxdur. Sətr üzrə də narahatçılığım yoxdur. Mənə narahatçılıq vermir. Gəldim. Artıq burada işim bitibdir. Növbəti sətirdə də işimiz bitibdir. Çünki hamısı artıq qaralandan qaralanıb, gedən gedib, qalan qalıb. Gəldik bu sətrimizə baxırıq. 4-ə baxırıq. 4-ə baxanda görürük ki, yuxarıdan aşağı sütun üzrə bir dənədir. Sətr üzrə də bir dənədir. Ehtiyacımız yoxdur və yuxarıdakı ədədi silindiyinə görə 5 silinibdir. O qorunmaya düşməli idi avtomatik. Sadəcə olaraq mən unutmuşam. Gəldik burada 3-ə baxırıq. Sütun üzrə bir dənədir, sətr üzrə də bir dənədir. Mənə bir maneçliyi yoxdur. Bir pisliyi keçməyib. Gəldik burada 6-ya. 6-ya baxanda görürəm ki, mən bu 6-da sətr üzrə də 2 dənədir və biri qorunmadadır, sütun üzrə də 2 dənədir və o da qorunmadadır. Deməli, bu getməlidir. Gedirsə əgər, yanındakılar nə edəcək? Aldıq qorunmaya. Bu da getdi. Digərləri artıq bayaqdan qorumuşuq. Gəldik axırıncı sətrimizə baxırıq. 7-yə baxıram ki, yuxarıdan aşağı baxıram. Sütun üzrə 7 yoxumdur. Sətr üzrə də yoxumdur. Ona görə də nə edirəm? Silmirəm. Gəlirəm 2-yə baxıram. 2-yə baxanda görürəm ki, yuxarıdan aşağı sütun üzrə 2 yoxumdur. Sətr üzrə 2 varımdır. Sətr üzrə 2 varımdır. Deməli, mən bunun hansını siləcəm bilmirəm dəqiq. Amma gəlin bunu silək. Gəlin bunu silək görək. Çünki heç birini silsəm mənə mane olmur. Bu birisi 2-ni də silə bilərəm. Bunu da 2-ni. Bu 2-ni də silə bilərəm. Çünki yanında silinən bir şey yoxdur. Amma indi bir şey var da. Bax, bu 2-nin yanındakılara baxıram. Bax, bu 2-ni niyə silə bilmirəm? Deyim dostlar. Çünki bunun yanında bu 3 var, 3. Bu 3 silinəcək. Hardan bildim? Sütununa baxıram. Sütununa baxanda görürəm ki, yuxarıda 3 olubdur və qorunmadadır o 3. O 3-ü silə bilmirəm deyə, sütun üzrə olan digər 3-ü silirəm. Bu 3-ü sildiyimə görə də bunun ətrafındakı ədədlər qorunmaya getdi mütləq şəkildə. Və gəldik buradakı 3-ə. Bu 3-ü sildiyimə görə bu qorunmadadır. Zaten bunun yanında silinən ədəd olduğuna görə birbaşa qorunmadadır. Keçdik, bu da qorunmadadır. Çünki niyə?
Bu sütun üzrə yuxarıdan aşağı baxsanız, burada bir birimiz var. Həmən birimizi artıq silmişdik orada. Ona görə aşağıdakı biri silməyə ehtiyacımız yoxdur. Gəldik buradakı 6, 6-nı silirik. Niyə? Sətir üzrə düzdür, yoxdur. Bir dənədir, mənə mane olmur. Amma sütun üzrə artıq saxlamışıq burada 6-nı. Digərini saxlamağa ehtiyacımız yoxdur. Bir də baxırıq görək ki, bizim digər bir şərtimiz var idi. O şərt ödənirmi? Bir dənə də ona baxmaq lazımdır. Hansı şərt idi o? 2 dənə qaralanan xana yan-yana ola bilməz. Baxırıq, sətir üzrə, hər bir sətir üzrə nəzər salırıq. Gəlin baxaq bu sətrə. Bir dənə 7 qaralanıb və onun nə sağı, nə solunda qaralanan yoxdur. İkinci sətir üzrə də baxırıq. Yəni 3 dənə qaralanmamız var. Və bunlar bir-birinə mane olmur. Nə aşağı qatda, nə yuxarı qatda qaralananları yoxdur. Üçüncü sətr üzrə də baxırıq. Eyni hadisədir. 4-də də baxırıq. Yəni bunlara diqqətli olmalıyıq. Yəni eynidir. 5-də baxırıq. 2 dənə qaralananımız var və aşağı, yuxarı ətraflarında qaralanan yoxdur. 6-cı sətrimizə baxırıq. Eyni hadisədir. 7-ci sətrə baxırıq. Bir dənə qaralananımız var. O da ətrafında da heç biri qaralanmayıbdır. Sonra 8-ci sətrə baxırıq. Yenə eyni hadisədir. Deməli, sütun üzrə və sətin üzrə buna göz gəzdirdik. İndi biz ikinci bir dənə də şərtimiz var idi. Şərtimiz də bu idi ki, qaralanmamış, rənglənməmiş, belə deyək də, xanalar, bizim deyək ki, bu müdafiə xanalarımızda, müdafiə elədiyimiz xanalar bir-birlərinə sətir və sütun üzrə rahatçılıqla getməlidir. Nə demək istəyir? Yəni, elə bir rənglənməmiş xana olmalı deyil ki, onun 4 tərəfi də bağlı qalsın. Küncdədirsə, 3 tərəfi də bağlı qalsın, rənglənmiş olsun. Elə bir şey olmamalıdır. Bunu deyir sizə. Məsəl üçün, gəldik burada, tutaq ki, bundan buna keçid var, rahatçılıqla bir-birinə keçid var. Buradan keçid var, bundan buna keçid var. Yəni, bir-birlərinə sətir və sütun üzrə keçidləri var. Məsələ budur. Əgər belə bir şey olsaydı, digər sualın üzərində göstərirəm. Sizə nəyi demək istəyirəm? Tutaq ki, bunu mən qorunmaya almışam. Misal üçün deyirəm də. Bu da qaralanıb, bu da qaralanıb. Bu olmaz. Yəni, gördüyünüz kimi, bunun yanında mütləq şəkildə bir dənə də qaralanmamış olmalıdır ki, hardansa bir çıxışı olsun. Ya bu qaralanmamalıdır, ya bu qaralanmamalıdır ki, 2 dənə rənglənməmiş xana bir-birinə qonşu olsun. Şərtlərindən biri də budur. Ümid edirəm ki, izahım anlaşılır oldu. Hər kəsə imtahanda uğurlar.